Salam əziz dostlar. Bildiğiniz kimi bu günlerde Bakıda 1926. ildə birinci Bakı Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş toplantı keçirilir ve bizim həmyerlimiz Marmara, Türkiye'deki İstanbul'daki Marmara Üniversitesi'nin doçent doktoru Mehdi Gəncəli bu tədbirin iştirakçısıdır, Bakıdadır ve bizim orta kanalın qonağıdır. Hoş geldiniz. Hoş gördük hocam. Çok Necəsiz? Yaxşıyam, çok sağ olun. Sizler necəsiniz? Yaxşı. İstanbul necədir? Türkiye necədir? İstanbul da yaxşıdır, Türkiye'de yaxşıdır. Evet. Mehdi müəllim deyək. Buyurun. Türkiye hoca, müəllim ikisi de Evet. bize qəbuldur. İkisi de bizim qulaqlarımız için hoşdur. Birinci Türkoloji Qurultay 1926. ildə koyduğu əsas məsələlərdən ikisini mən ayrıca qeyd eləmək istəyirəm. Biri Türk dili məsələsi idi 1926. ildə və ikinci məsələ, daha doğrusu belə deyək, birincisi Türk əlifbası və ikinci Türk dili məsələləri idi. İndi bu yaxınlarda Türk Dövlətləri Təşkilatı ortaq Türk əlifbasını yarattılar. Ve Allah'ın da köməkliyi biz ortaq Türk dilinin yaranması istiqamətində hərəkət edirik. Ve ben çok isterim ki, ben öz hayatımda onu görüm ki, ben bir Kazakla ya bir Kırgızla, Özbeklə başka üçüncü dil olmadan belə ünsiyyət qurabilirim. Bu benim en büyük arzumdur deyərəm, arzularımdan biridir. Beləcə, siz dünəndən buradasınız, Bakıdasınız. Açılış oldu, tədbirin, toplantının açılışı olub. Birinci gün öz işini başlayıp, bugün ikinci gün yine de devam edecek toplantı öz işini. Elə ondan başlayaq. Evet. Siz bu birinci Türkoloji Qurultay, onun önemi ve bugünkü bu tədbir barədə öz fikirlərinizi bizə xahiş edirəm söyləyin. Ki bu Qurultay ne için çağrıldı? Birinci Türkoloji Qurultay. Kimler orada iştirak elədi? Hansı müsbət veya mənfi nəticələr əldə olundu? Ve bugünkü bu toplantı biz o vaxtdan geçen 100 il ərzində nəyə nail olduq veya nəyə yitirdik? Bunlar həqiqətən bizim için çok maraqlı söhbətlərdir. Siz de bu sahənin bir mütəxəssisi kimi, bir dilçi alim kimi, Azərbaycanlı olarak Türkiye'de yaşayan bir həmyerlimiz kimi, soydaşımız kimi sizin fikirləriniz bizim için çok maraqlı. Çok sağ olun Namık müəllim. Teşekkür ederim. Evvelce onu diyeyim ki, bu 100. ile göre teşkil olunan bu simpozyumun tərəfdaşlarından biri Marmara Üniversitesi'nin Türkiyat Araştırmaları İnstitutu. Benim aynı zamanda Marmara Üniversitesi'nin Türkiyat Araştırmaları İnstitutu müəllimiyəm ve İnsan ve Toplum Bilimleri Fakültesinde de ders geçirəm her iki tarafta. Yani bu simpozyumu Marmara Üniversitesi Türkiyat Araştırmaları İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiye Yunus Emre İnstitutu ve Xəzər Üniversitesi birgə təşkil elədilər. Yani bu teşkilatçı olarak da bu simpozyumun bir taraftaşı bizik Marmara Üniversitesi. İkinci mesele, ben bura Türkiye'den bir mütəxəssis olarak dəvət olunmuşam. Yani Azərbaycanlıyam, Azərbaycanda doğub büyümüşəm, sonra Türkiye'de okuyup təhsil alıp orada... Ali təhsilinizi Türkiye'de almışsınız. Bəli, ali təhsil. Ondan sonra alimi dərəcə özü də... Hamısı orada. Hamısı orada. Bu 1926. ildə Türkiye'den Azərbaycana gelen heyetin arasında Əli bəy Hüseynzadə de var bilirsiniz. Əli bəy Hüseynzadə de Azərbaycanda doğup büyüyüp daha sonra Türkiye'ye gidip Türkiye'de fəaliyyətlərinə devam etmişti. Yani o mənada Əli bəy Hüseynzadə ile bir paralellik təşkil edirik. Azərbaycanlı olup Bakıya Türkiye tarafından gelen
birinci qurultaya, mən də ikinci qurultaya, belə deyim. Bir millət, iki dövlət değil miyiz? Bəli, bəli, bəli. Ona görə mənim üçün ayrı bir qürur hissidir bu. Bu sahədə belə olsa bir balaca Əli bəy Hüseynzadə ilə paralel bir nöqtədə olmaq məni ayrıca sevindirir. Bizim bu mövzu ilə bağlı bir Türkoloji Qurultayının əsas müzakirə mövzusu sizin də qeyd elədiyiniz kimi əlifba məsələsidir. Əlifba məsələsidir. Çünki Türklər tarix boyu müxtəlif əlifbalarda yazıb oxuyublar. Misal İslam dairəsinə girəndən sonra da ərəb əlifbasını istifadə etməyə başlayıblar və müxtəlif dövrlərdə ərəb əlifbasının o xüsusiyyəti, Türk dilinin xüsusiyyəti ilə, daha doğrusu ərəb dilinin xüsusiyyəti, Türk dilinin xüsusiyyəti ilə çox paralel olmadığına görə bəzi çətinliklər yaranıb həmişə. Mən bəzən biraz da işin o, necə deyərlər, zarafat hissəsini də ciddiyyətlə bir araya gətirib deyirəm ki, əlifba məsələsini həmişə Azərbaycanlılar şikayət ediblər. Azərbaycanlılar başladıblar bu məsələni. Bu əslində bir həqiqətdir. Bunu mən Azərbaycan qəzetinin 1919-cu il sayılarında görürəm ki, o dövrdə Fərhad Ağazadə də qeyd edir ki, Azərbaycanlılar bu işdə həmişə lider olublar, qabaqçı olublar. Latın qrafikasına da ilk biz keçdik. Mən bunu belə başladıram tarixə doğru bir yol alanda deyirəm ki, görəsən tarixdə ilk dəfə əlifbadan kim şikayət edir? Baxıram ki, Füzulinin bir məşhur qitəsi gəlir mənim adıma. Füzuli deyir ki, qələm olsun əli ol katibi bəd təhririn ki, fəsadı rəqəmi surumuzu şur eylər. Gah bir hərf sübuti ilə edər nadiri nar, gah bir nöqtə qüsuru ilə gözü kur eylər. Ərəb əlifbasından şikayət edir. Mən bizim Marmara Universitetində eyni zamanda bu Osmanlı Türkçesi deyirik. Birinci kurs tələbələrinə Osmanlı Türkçesi dərsi verirəm. Yəni bu əlifbanı öyrədirəm tələbələrə. Bu əlifba ilə bağlı materiallar oxutmağa çalışıram və orada onu öyrədərkən ki, Marmara Universiteti yüksək balla tələbə qəbul edən bir universitetdir. Bizim Türk Dil Ədəbiyyatı bölümünə, fakültəsinə gələn tələbələr digər tələbələrə görə daha yuxarı bal yığıb gəlməlidirlər. Yəni daha savadlı tələbələr belə bu əlifbayı mən onlara öyrədərkən o necə çətinlik çəkdiyimizi görürük. Bunun təməl bir necə deyərlər, qramer, dil bilimi problemi var, məsələsi var. Çünki Türk dili fonetik bir dildir. Səsli hərfləri sevər. Mən dərsdə uşaqlara həmişə deyirəm, misal üçün tələbələrə, Türk dilində, Türkiyə Türkçəsində bilirsiniz, 8 sait hərf var. Azərbaycanda bu bir dənə də var, 9 səsli hərf var. Hər səsi var, bəli. Amma ərəb dilində demək olar ki, səsli hərf məfhumu yox. Başqa bir yazılmır, tələffüz olunur yəni. Ancaq uzun olanda tələffüz. Bu da orfoqrafiya, orfoepiya arasında ciddi fərq var. Əlifbada o səs sisteminə görə quraşdırıldığı üçün Türk dilində onu alanda problemlər çıxır. Məsələn, belə bəsit bir örnəklə bir ərəb əlifbasında vav hərfi var. Bu vav hərfini biz əlifbada 4 dənə sait hərflə O, Ö, U, Ü, bir də üstə gəl V, bir də samit bir səslə. Yəni 5 hərfin yazılışı bir şəkildir. Ona görə onun V mi, O mu, Ö mü, Ü mü olduğunu ancaq kontekstdən müəyyən eləmək mümkün. Eyni zamanda bu əlif vavla bəlli kombinasyonlar eləyib, başda, ortada, axırda O-ya, Ö-yü eləyirik. Yəni çox belə bir kombinasyondan quraraq oxumaq lazım. Yəni Türk dilində yazılmış, ərəb əlifbasından yazılmış Türkçə bir mətni sürətli oxumaq mümkün deyil. Hər kəlmənin üzərində fikirləşərək bu nə ola bilər, nə olmaz, fikirləşərək oxumaq lazımdır. Bu da həmişə pratik olmur. Ona görə də xüsusilə də müasirləşməklə, modernləşməklə artıq qəzet işin içinə girəndə daha sürətli oxuyub yazmaq məsələsi işin içinə girəndə çətinlik çıxardır. Füzuli də burada bu ərəb əlifbasının əslində Füzuli burada şikayət elədiyi katibi bəd təhrir, yəni yazısı çirkin olan katib. Katib yazı yazan deməkdir. Böyle o yazısı çirkin, o katibə elə bir şikayət edir ki, o pis yazanda, misal üçün surumuzu şur eylər.
Sur kelimesi sevinç. Yani bunu çok dikkatli yazmak Evet, lazımdır. hikmete yazmak Əks halda lazımdır. Çünkü bir mana təhrif olur. təhrif olunur. Göz yazırsınız ki, axırdakı o nöqtəni qoymayanda o göz kör oxunur. Məna bir nöqtə ilə değişir, başka bir şey olur. Bir kəlmədə bir hərf unudulsa nadir, nar, yani ateş mənasına gelir. Aslında Füzuli belə baxanda Füzuli dövrünün sadece bir şair değil, Füzuli dövrünün qabaqcıl bir elm adamıydı. Füzuli tibb sahəsində də bir mütəxəssis idi. Sohbetül Əsmar adlı ərəbində yazdığı əsər. Orta Meyvələrin əsr sohbəti. Böyle elmler, şairlər hamısı mütəfəkkir hamısı oldular mütəfəkkir birinci olur. növbədə. Ama bu var ki Füzuli sadece bildiği diller Arap, Fars ve Türk dili bilir. Ona göre de eğer başka bir elifba bilmiyor. Eğer Füzuli'nin dövründe bir Latin elifbası olsaydı ya da en azından Kiril elifbası olsaydı yani ki Füzuli de gelin bu elifbanı değiştirerek diyecekti. Nece ki 19. əsrin ortalarında Mirzə Fətəli Axundu artık Rusya ile temas edip Rus dilini öğrenenden sonra o elifbaya bakarak bir müqayisə imkanı əldə edir. Baxır ki, böyle bizim elifbamız o elifbaya göre daha çetin bir elifbadır. Burada yazıp okumak insanın aylarla vaktini alır. Ona göre de bu elifbanı en azından o dövr itibariyle sadeleştirmek, buna ıslah eləmək lazımdır. Bu ıslah eləmək nedir? Sait hərflərə uygun hərflər əlavə eləmək. Ama bu da o Ərəb əlifbasının sistemini pozduğuna göre 1850'ci illərdən 1926'ya kadar bütün teşebbüsler bir netice vermeyip, ama bunu Füzuli'den sonra Mirzə Fətəli Axundov bu meseleyle bağlı çok işler görüp bilirsiniz İran'a gidip sonra İstanbul'a gidip 1860'larda Mirzə Fətəli Axundov gidip onlara o hazırladığı, ıslah elədiği əlifba layihəsini təqdim edir. Orada onu yaxşı qarşılayırlar. Ama tabii ki o dövrdə onu biraz da Osmanlı Devleti'nin çetin vaxtlarıdır. 1860'cı illərdə Şimali Qafqazdan köçlərin Türkiye'ye geldiği bir vaxtı. O siyasi şartlar da, şərait de uygun olmadığına göre bu mesele həmişə necə deyəlim gecikdirilib. Ama Mirzə Fətəli Axundov bu şeyden vazgeçmiyor. Sonra yenə məktub yazır eləyir. Ondan sonra Çok üzr istəyirəm. Buyurun. Burada bir sual yarandı. Yani birisi nedir? Bu bizim dilimiz bir hərfə bir ses Bəli. belə bir dildir. Ərəb əlifbası mən razıyam. Bu dili tam ifadə edə bilmir. Ama bu dilden, əlifbadan biz imtina edəndə Ərəb əlifbasına buna kadar yazılmış ne kadar eserler var, ilmi araştırmalar var. Kimden başlayırsan, başlarlardan Evet. başlayırsan, İslam'ın o Rönesans dövründen indiye kimi bunları biz itirmiş oluruz. Mesela ben okuyamıyorum Ərəb əlifbasını. İndi yani burada böyle bir sual çıkır. Siz dediniz, qeyd elədiniz ki, Ərəb əlifbasına sait səslərin onu qəbul eləmir. Ama mesela başka bir örnek var. Fars əlifbası örneği. Deyirsən 2 hərf orada. Ərəb əlifbasında. 3 hərf əlavə olub. Evet. Onlar saitlərdir. Yok. Onlar yine samit seslerdi. O da Arap dilinde olmayan samit harflerdi. Yani Farslar da aynı şekilde o sait ses meselesinde, harf meselesinde P harfidir, Ç harfidir, J harfidir. Bunlar Arap dilinde olmayan seslerdi. Fars dilinde olan. Onları da Farslar Arap dilindeki mesela J hansı sərfə oxşuyur? Z-ya. Z-nın tek nöqtədir, onu 3 nöqtə ediblər. P, B-yə oxşuyur, B 1 nöqtəlidir, onu 3 nöqtəli ediblər. Belə də bəzən deyirəm ki, ben İstanbul'daydım, biz bu yaxınlarda 1919'cu ildə Azərbaycanda çıxmış bir jurnalı, Övraq-ı Nəfisə jurnalını dostum Azad Ağoğlu'ndan nəşri hazırladık. Ona bir təqdimat bize de Rafael müəllimin çıxışı geldi, onu gördüm. Yani her elifbanı bilen bunu okuyabilmez deyirdi Rafael müəllim. Çok düz deyir. Yani elifbanı, eğer bir insan çıkıp der ki ben bu elifbanı bilirəm, yani okuyaram mənası. Ben onu derim ki belə deyirsə o bilmir. Çünkü bu elifbanı bilmek, o metni okumağa bəs eləmir. Həqiqətən, məsələn bu kitabələr var, yəni nəsə var, bir yerde görürsən,
Sizin kimi ərəb əlifbasını bilən bir adamdan soruşuram ki, bura ne yazılıb? Bəli. Baxır, vallahi deyir, o kadar deyir yazıb var. Bəli, o Ben deyir, onu başa düşmem burada. Özümə bir tezislə gəlmişəm. Azərbaycan qəzetində dil və əlifba məsələləri. E, Baxdım ki, orada mövzu çox genişdir. Neçənci illəri o əhatə eləyir Azərbaycan Azərbaycan qəzetinin birinci nömrəsi 15 sentyabr 1918-ci ildə Gəncədə çıxıb. 4 nömrə Gəncədə çıxır. Sonra oktyabr ayında Bakıya köçür Azərbaycan qəzeti. 5-ci nömrə artıq Bakıda çıxır. Axırıncı nömrədə 443 nömrə çıxıb. 443. O da 27 aprel 1920 axırıncı. Cumhuriyet dövrü. Cumhuriyet dövrü, bəli, Cumhuriyet dövrü. Biz hər ayı bir cilt eləyirik. Ümumi olaraq 19 ay çıxıb. 14-cü cildimiz çıxdı artıq. 5 cildimiz qalıb. 15 yaxında tamamlanacaq. Çalışırıq ki, sentyabra qədər Azadla bu işi bitirək inşallah. Sizə uğurlar bu Çox sağ olun. nəcib işlər. Təşəkkür ederim. Çox sağ olun. Yorulmayasınız. Şimdi biz bu sempozyuma gələndə mən bu Azərbaycan qəzetindən, çünki orada maraqlı şeylər var. Belə nə var? 1926-cı birinci Türkoloji Qurultayı necə ortaya çıxdı? Bu fikirlərin kökü hardadır? Biz bu kökü axtaranda mən gedib Fuzulidən başlayıb gəlirəm. Amma Azərbaycan qəzetində oxuyanda görürük ki, bu məsələ Azərbaycan qəzetində o dövrün ziyalıları, alimləri tərəfindən necə müzakirə olunur? Necə müzakirə olunur? Kimlər nə deyib, nə yazıblar və orada o qədər geniş müzakirələr var ki, onların hamısını ayrı bir kitab eləmək lazımdır və indi mən təbii ki, tezisdə bir 15 dəqiqə danışacağım, amma sonra bunu ətraflı bütün o müzakirələrin təhlillərini bir məqalə şəklində verəcəm. Orada ilk dəfə 18-ci ilin dekabr ayında Fərhad Ağazadə bu mövzuya təmas edir. Fərhad Ağazadə bizdə çox bilinmir əfsus ki, amma Fərhad Ağazadə çox Azərbaycanın o dövründə çox belə əməyi olan bir alimdir, bir dil, ədəbiyyat alimidir. O dövrün bütün mövzularıyla bağlı Fərhad Ağazadənin yazıları, fikirləri var Azərbaycan qəzetində. Biz gələcəkdə Fərhad Ağazadənin Azərbaycan yazılarını da ayrı bir kitab edəcəyik. Azərbaycan qəzetinin bəlkə də ən məhsuldar yazıcısı Fərhad Ağazadə, belə deyim. O bu məsələnin gündəmə gətirir. Ərəb əlifbasının bu səsləri qarşılayamadığı üçün Türk dilindən yazıb oxumağa çətinlik çəkdiyini bir giriş eləyir. Ondan sonra biz 19-cu ilin avqust ayında Yusif Vəzirov imzasını görürük. Yusif Vəzirov bilirsiniz, Yusif Vəzir Çəmənzəminlidir. Yusif Vəzir Çəmənzəminli çox iddialı bir tezislə ortaya atılır ki, biz bu əlifbanı dəyişdirməliyik. Bu əlifba ilə biz qabağa gedə bilmərik. Bu yazıb oxumağı çox çətindir. Bizdə insanların vaxtı boşa gedir. Aylarla bunu öyrənməyə çalışırıq ki, bir şey öyrənib yola çıxmalıyıq. O yola çıxmaq prosesi belə çox uzun çəkir. Ona görə biz bunu mütləq dəyişdirməliyik. Bəli, müxtəlif səslər yaranır. Sizin bayaq dediyiniz kimi neçə əsrlik bir yazı var. Bunları necə edəcək? Amma deyir ki, Azərbaycanlılar inqilabı sevən xalqdır. Biz çox inqilablar eləmişik. İndi sıra gəlib, növbə gəlib hərf inqilabına. Belə ki, biz Rusiya türkləri arasında ilk dəfə Türk dilində qəzeti biz çıxartmışıq. İkinci qəzetini nəzərdə tutur. Sonra Quran-ı Şərifi ilk dəfə Türk dilinə biz tərcümə eləmişik. Ondan sonra Şərqdə ilk cumhuriyyəti biz qurmuşuq. İlk klasik müziğini biz yaratmışıq. İlk operanı biz eləmişik. Ona görə Azərbaycan bu işdə həmişə avangard olub, qabaqcıl olub. İndi gəlin ən əsas inqilaba keçək. Bu əlifbanı dəyişdirək. Orada bilirəm ki, məsələ var ki, digər Türklərlə, bütün İslam dünyasından bizim mədəni əlaqələrimiz qopa bilər. Amma oturub onları gözləməklə vaxt itirməyək. Biz qabağa keçək, onlar bizim arxamızda gəlsinlər. Missiyamızı yerinə yetirək. Bundan sonra Mirzə Bala Məmmədzadənin bir geniş bir yazısı gəlir. O da aslında əlifba dəyişdirilməyinə tərəfdar olduğunu söyləyir. Amma deyir ki, bu iş belə bir gündə qərar verilib keçilecek bir məsələ deyil. Bunu həm o tarixi mirası necə qorumalıyıq, onu fikirləşməliyik. Eyni zamanda biz digər Türk dövlətlərinlə də
müzakirə eləməliyik bu məsələni. Ona görə ən yaxşısı budur ki, gəlin biz bütün Türk topluluklarının, xalqlarının nümayəndələrini, alimlərini dəvət edək, bir qurultay təşkil edək və bu qurultayda bunu müzakirə edək. Ondan sonra ortaq bir məxrəcə gəlir. Bu şəkildə edək. Əslində belə görünür ki, o 1926-cı ildə ki, birinci Türkoloji Qurultayının fikrini ortaya atan, təklif edən Mirzə Bala Məmmədzadənin budur. Çünki o bu deyil. Onun dediyi işi 1926-da gerçekleşti. Yani belki de Azərbaycan 1920-ci ildə Bolşeviklərin Azərbaycana gəlməsi olmasaydı bu qurultay daha tez bir şekilde geçirilecekti. Yani bu Azərbaycanda ortaya çıkmış bir fikirdi bu mesele, bu əlifbanın. Ondan sonra Mirzə Bala Məmmədzadeyə daha farklı bir üslubla Məhəmməd Ağa Şahtaxtlı cevap yazır. O özü artık əlifba hazırlayıp rəqəmli Latin əlifbası diye bir yeni əlifba sistemi hazırlayıp Azərbaycan gazetesinde onun böyle çok uzun şeyi var. Hazırladığı o yeni əlifbanın metni nədir, nə değildir, möhtəvası hakkında uzun məlumatlar var. O verir. Sonra yine Mirzə Bala Məmmədzadə Şahtaxtlıya cevap yazır. Müzakirələr devam edir. Xudayar bəy Məlik Aslanovun növbədəki mesele, yazının başlığı bu şekildedir. Növbədəki mesele yani əlifba meselesi. Artık bakılır ki mesele artık devlet seviyesinde. Çünkü o nazir idi. Devlet seviyesinde ortaya atılır. O da eğer bugün biz müasir bir devlet kururuksa bu devletin təhsili de daha asan okunup yazılmalıdır. Ona göre de əlifba meselesi mütləq değiştirilmeli, nəzərə alınmalıdır diye. Sadece bu var ki o dövrə o qədim yazılar, elmi eserler ama orta əsrlərdə bütün İslam dünyasındaki elmi eserler daha çok Ərəb dilində yazılır. Yani mesela Füzuli'nin 3 dilde divanı var idi. Ama Füzuli'nin o bayağı mesela Metlerül Etiqad bir elmi eserdi. Etiqad ilminden. O Ərəb dilində yazılır. Füzuli İbn Sina'nın olsun, o dövrdə başka alimlerin olsun, o elmi eserleri hamısı Ərəb dilindədir. Çünkü o dilin artık xüsusiyyəti ona uygun olduğu için bazen de bir klasik bir söz vardır. Ərəb dili elm dili, Fars dili edebiyat dili, Türk dili muharebe dili. Bəli, belə bu şekilde verirler. Yani aslında belə baxanda o biz onsuz da ondan okumakta çətinlik çəkirdik. Hər hansı bir elmi əsər okumak için Ərəb dilini bilmek lazım idi. Bu bizim tarihte bu meseleden Əli Qulu Qəmküsarla Sabir'in de bir mübahisesi var. O meşhur bir mesele var. Osmanlıcadan tercüme Türkçe. Bunu bilmem. Gerçek yazıyor Gəncəli ya inki Həməkdir. Mümkün ikidir birbirine tercüme ama Osmanlıcadan tercüme Türkçe ne demektir? Bu Füzuli diyelim, Sabir'in meşhur meselesi var. Sonra ona Əli Qulu Qəmküsar dahil olur, Sabir ona bir de yazır. Der Osmanlı dili çünkü mürekkeptir Ərəbdən, eşkale salır qareyni iş bu sebepten. Yani bu hamısı bizi eşkale sarır. Şekilden şekile girir, bizi şaştırır. Şimdi bak bu şehri de Sabir'den çok yerinde o sifat getirdiniz. Azerbaycan'da hele indiye kimi bu sönmür bu mübahiseler. Biridir ki dilimiz Türk dilidir, milletimiz Türk dilidir. Biri yok. Bizim dilimiz de Azerbaycan milletimiz. Siz nece bakıyorsunuz? Bir Azerbaycanlı olarak. Orada misal için o yine Azerbaycan gazetinin dekabr 1918 bu meselelerle bağlı birinci yazısında Ferhat Ağazade der ki Türkçenin şərq şivəsi Azerbaycan dilini yine orada bir ayırmak istiyor. Bu hemşe bu problem olup bizde. Misal için Türk deyəndə, Türk dili deyəndə orada da bir Türkler var Türkiye'de. Bizde de var. Bizde o Türklük fikri daha güçlüdür misal için. Ama bu coğrafya meselesi. Bizde bir şive farkı var da bu da bir hakikattir. Bu da olduğuna göre hemşe bunun hansı taraf olduğunu qeyd eləmə ihtiyacı hissediyorlar. Fuat Köprülü o Türkoloji Qurultayına gelen o misal için edebiyatı təsnif edəndə ayırır ki Anadolu sahası
Azeri sahası diye ayırır. Mesela Azeri sahasının içerisine koyur Nesimi'yi, Füzuli'yi, hatta Kadı Bürhanettin'i. Bizim klasik kitaplar Kadı Bürhanettin'i Azerbaycan şairi olarak görür. Öyle değil mi Kadı? Kadı Bürhanettin'in yaşadığı yer bugünkü Kayseri, Sivas o erazidir. Ama dil budur. Yani Azerbaycan coğrafi olarak bugün Azerbaycan'ın coğrafyası belli. Azerbaycan'ın medeni coğrafyası Türkiye'den gittik Kerkük'e, dilin coğrafyası daha geniş bir Böyle meseledir. Bu diye ki yani Sefevilerin tesir dairesi geniş olduğu böyle için görüş olduğu için bu mesele var. Ona göre bunu böyle bir hatkeş gibi ayırmak mümkün değil. Anadolu sahasıyla Azerbaycan dile göre ayrılır. Dilimiz Türk dilidir. Bunun şeyi yoktur, şüphesi yoktur. Azerbaycan gazetesi de hemşe bunu değil ama bir yerde yine hemsi Azerbaycan Türkçesi, Azerbaycan sahası, Şərq şivəsi bunu ayırır yani. Bunu ayırma lüzumu hissedilir. Böyle diyeyim. Bu Azeri meselesi de biraz oradan yani böyle hansı Türk meselesinden ortaya çıkıyor. Onu müəyyən eləmək üçün bunu o karışıklık olmasın diye bunu hemşe müəyyən eləyiblər. Azerbaycan gazetinde de orada var. Mesela için Azeri çok şikayet edilir ama Azerbaycan gazetinde bakın ki Azeri meselesi var o kelime. İlk istifade edenlerden biri Ahmet Cavat'tır. Ahmet Cavat Azeri Türkleri ifadesini orada işte. O ayrı bir mevzudu. Onu Yani desek, bir de ikinci bir sual verin evet, burada. Azerbaycan Türkü veya Azeri Türkü. Azeri kelimesine etiraz yoktu. Böyle bakıram. Çünkü bazen görürsen ki Azeri demeyin Azerbaycan deyin deyirler. evet. Ben Azerbaycan'ı diyorum. Bu bir defa benim bir gazette bir yazım var. Vaktiyle yazmıştım 2017 yılında. İlber Ortaylı hocam İlber bir gün Ortaylı. o biz Edirne'de bir şeyde Azeri diye bir şey yoktu. Bunu Stalin uydurdu. Hatta Stalin'den sonra da bir e, kelime söylüyorum. Ben onu söylemiyorum. Sonra benim evde de İlber Hoca'nın kitapları var. Ben onu okuyuram bilirəm. Bir köhne kitabında Gezi Seyahat Edebiyatı kimi bir kitabında özü baktım ki kitabın bir yerinde Azeri kelimesini istifade edeyim. O sohbetten çok kabak. Ben de biraz oradan yola çıkıp bir yazı yazmıştım Azeri'nin serüveni. Yani Azeri kelimesini Stalin dövrüyle bağlı değil. Bu bizde var. Evvel de var. Yani orada da istifade olunur. Bunun mesela 1918'de Gafraz İslam Ordusu geldi Azerbaycan'a. Yani o taraftan bir Türk geldi. Bunlar da biz Türk'ük meselesi ortaya çıkır. Ama hansı Türk? Ona Farklı. göre bəli, ona göre bir başa o şeyler yani bizim Mehmet Emin Resulzade de Ahmet Cavat da bu Azeri kelimelerini gazetenin sayfalarında var. Aslında o Azerbaycan gazetesinde Azeri meselesi diye ayrı bir yazı da yazılabilir. Bir mevzudur. Bunu istifade edecekler. Ama burada bir pis niyet yoktu. Pis mesele şeyle yoktu. Sadece şeye ayırmak için. Yani Azerbaycan Azeri şivesi diye bir şey sözüne var. siz etiraz eləmişsiniz. Ben Bizim- çok istifade eləmirəm. Yani ben Türkiye'de biri deyəndə ki ben Azeriyim diye hiç vaxt özümü elə bir tanıtmıram. Belə deyim. Azerbaycanlıyam. Ha, o cür Ben diyorsun. o O daha cür doğru. Azerbaycanlıyam. Ben Türkiye vatandaşlığım var ama Azerbaycanlıyam diye ama bir de ben Azeri deyəndə yok ben Azeri değilim ne bileyim. Böyle şeye de girmirəm çok. Yok Onu yok yani demek ben istiyorum. bilmek için yani ki Evet. bu yanlış ya doğrudur. Evet. Şimdi bu biriş kökümüz birdi. Evet. Selçuklu dövründen başlayıp sonra 16. əsrdən təxminən biz ayrılırıq. Evet. Yok 16'dan qabaq da. Mesela diyor ki bizde Atabeyler orada Osmanlı. Evet. Yani böyle ama böyle birleşen vaxtlarımız da olub, ayrılan vaxtlarımız da olub. Şimdi bu 16. əsrdə bir tərəfə demək ki bizde birlik olmuyor. Evet. Evet. O, Başka bizde xanlıqlar Səfəvilərdən sonra yani bir Azərbaycanın özünün dövlətləri olur. Sonra kiçik xanlıqlara bölünmə olur. Orada Osmanlı ve 23. ildə Osmanlı artık transformasiya olunur Türkiye Cumhuriyeti Devleti'ne. Biz de yeni de 91. 18-20 müstakillik dövrü oldu. Biraz isinişme gitti. 2 yıl az bir var. Şimdi 91. yılda bu tarafa tezden isinişme geldi. Yani bu fasile bir halk ki ayrı yaşayıp aradaki bu uzun müddetli fasile hatta ona biz diye ki Ergenekon'daki 400 yıl evet. Evet. öyle bir fasile olup indi biz birleşirik. Tabii ki
Bir dildə də ailədə də uşaqlar eyni ailə atanın, ananın övladı olur. Biraz bir fərqlilik olur arasında. bəli. Biz de bu şekilde Hətta mən belə deyim, iki əkiz qardaş biri getsin Hollandiyada yaşamağa, biri getsin Çində Evet, yaşamağa. evet. 20 ildən sonra bunlar görüşəcək, bunlar hətta xarici ölkəm, nə bilim, Evet. nə fərqlənəcəklər. Yani bugün Bu böyle. İstanbul dili, Türkçesi ortak dildi. Anadolu'ya gidin, Anadolu'nun bir rayonuyla o bir rayonun danışığı arasında fark var. Görürsünüz dediğiniz. Bəli, belə buranın özündə Bakı da ölkəsi ayrıdır. Mən Qəbələliyəm, Qəbələ ölkəsi ayrıdır. Şəkil ölkəsi, Cənubların bir arasında Evet. sizin şəkil nədir? Gəncəlilərin gedəcəm, gələcəm, neçə. Evet, o şekilde ona göre bunları böyle çok da aşırı bir şeye getirmemek lazım. Yani reallıklar var, reallıkları kabul etmek lazım. Ama Mən Əziz Sancarın sözləri yadıma düşür. O deyir ki, mən arzu edirəm ki, Türk dövlətləri birləşsinlər və bunu mən görüm. öyle, Bax mən də bax o arzudayam. öyle. Ki biz yəni çox da belə ehtiyatlanmayaq ki, ay dilimiz əlimizdən gedər, nə olur? Nə olub Füzulinin dili biraz indiki Azərbaycan nə fərqlidir. Amma oxuyub başa düşürsən. Öyle. Hər şey çox Evet. gözəl anlaşılır. Onun o dilinin çalarlarını da hiss edirsən. Ki o hele edebiyat dilidir. Orada misal için Füzuli edebiyat olduğu için eruz vezninde yazmalıdır, kafiye olmalıdır. Ona göre biraz bir çetinlik yaradır o. Çünkü eruz vezni o da yine Arap dilinin hususiyetinin üzerine kurulmuş bir şeydi. Misal için Türk diline çok uygun değil. Ben bazen böyle talebelere de biraz onları çaştırmak için soruşuyorum. Diyelim ki Mehmet Akif Safahat kitabı bilirsin Mehmet Akif'in o baştan sona eruz versiyonuydu. Diyelim ki mesela şimdi Mehmet Akif milli şairdi, İstiklal Marşı'nın yazarıdır. Ama hiç eserinde, Safahat'ın hiçbir yerinde Anadolu kelimesi geçmiyor. Niye sizce? Ama başlayıp müxtəlif versiyalar ortaya atmağa. Niye görəsən Anadolu yoksa o qədim Bizans sözüdür, Anatoliya, Güneş ülkesi. Ona göre mi, buna göre mi? Müxtəlif fikirler, nezariyeler ortaya atılır. Halbuki onun çok basit, sade bir tekniki sebebi var. Anadolu 4 tane sait hecedir. A, na, do, 4 tane biz buna açık hece diyelim. Açık. Eruz vezninde bunu koyabilmezsiniz. Bunu koyduğunda iki yerde gerek orada imale ediyorsunuz. İmale deniyor ona. Yani iki yerde uzatıp Türk dilinde olan bir sesi sanki Arap dilinde bir sesmiş kimi telaffuz eləməlisiniz. Anadolu Türk dilindeki seslerin Ərəbcə necə tələffüz edəcəksən? ya ana dolu ya da ana dolu gibi. Mesela Sabir bunu şeyde istifade ediyor. Bu meşhur Fəxriyə şeirinde bir zaman dahi qara qoyun, bakın telaffuzda gedir ses olarak. Qara, söz qaradır. Ama Qara. bir vakit dahi qara qoyun, al qoyun oldu. Azerbaycan'a hem de Anadolu'ya dolduk. Böyle bunu istifade ediyor. Sabir çünkü onun o kadar esas mesele oldu ki fikrini ben çaktırım. Şeylenmedi. Yani Füzuli o çetinliğe bakmayarak onu yazmaya çalıştı. O Türk dilinde. Ama klasik böyle bir hikaye şeyinde yazsaydı elbette ki daha sade yazabilirdi. Çünkü danışık dili, edebiyat dili, yazı dili çetin olsa da danışıkta bizim gibi danışırlar aşağı yukarı. Yekunlaşdırırsaq deyə bilərik ki, qəbul olunmuş qərar, Latın qrafinə keçilməsinə dair qəbul olunmuş qərar birinci Türkoloji qrupda mütərəqqi bir qərar Mütərəqqi olub. bir qərar olur. Bence de ben de fikirləşirəm. Çok basit bir örnekle değil. Yine onu diyelim. Diyelim ki biz Kiril əlifbasından 80'li illerde kitaplarımız, eserlerimiz var. Bunları müstəqil olduk, əlifbanı değiştirdik. O Kiril əlifbasından yazılmış Azerbaycan dilindeki metinleri, şiirleri, romanları, başka kitapları çok süratli bir şekilde Latin əlifbasına yeniden yazdık. Çünkü orada sadece değiştirdiğimiz şey şekil. Sesin şeklini değişti. K orada böyle yazılır, burada böyle yazılır. Ama Azerbaycan gazeti 443 yılında çıkan Azerbaycan gazeti biz yani biraz lovgalık kim olmasın. Yani bu işi bilen, bu sahada mütehassıs olarak Azat müəllimdən biz ve bize böyle bir ekip de kurmuşuk bize kömək eləsinlər diye. Buna bakmayarak biz neçə ildir bu gazeti hele
şeyini çattırabilmemiş. Çünkü məsuliyyətli yanaşırsınız. Ha, o Bu ayrı ciddi bir bir mesele. işti. Elbette orada biz dedim ki bir kelimede bir sert gidende o bizim o gün bütün moralimizi e, alt üst ediyor. Yani böyle diyeyim. Bu Bozuyor. gördüğünüz nəzib işdə sizə uğurlar Çok sağ arzulayıram olun. bir daha. Teşekkür ederim. Çok sağ olun. Mehdi müəllim, çox sağ olun. Siz sağ olun. Gəldiniz, bizim Evet. Orta kanalın qonağı oldunuz. Çox maraqlı məsələlərdən söhbət elədik. Çox maraqlı həm söhbətsiz. Və inanıram ki, ümid edirəm ki, biz sizinlə yenidən görüşəcəyik İnşallah. Elbette. və bu söhbətlərin davamı olacaq. Evet. Əziz tamaşaçılar, Orta kanala baxdığınız üçün sizə təşəkkür edirəm. Amma xahiş edirəm ki, bizim aşağıda, kadın aşağısında kanala bəyəni işarəsi var, ona basın. Kanalımıza abunə olun və bu videonu da paylaşın. Bu söhbətləri daha çox adam eşitsin, bilsin. Sağ olun.